Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində mən deməli sənətdə bu cür görmüşəm. 3,7 sot torpaqda əla və keyfiyyətli təmir olunmuş bir böyük sal, eyni zamanda 2 böyük otağı. Bundan başqa sənədi çıxarış olan, yəni evin öz sənədi 89 kvadrat metrdir. Bir də ki, deməli əşyaları ilə birlikdə, yəni bir neçə əşyanı nəzərə almasaq, qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda deməli mən Navisin alt hissəsində yerləşirəm. 12-nin 6-yadır. Kürsülüdür, 2 qat kubiklə hörgüsü var. Deməli yenidən mən sizə Navisin alt hissəsini göstərirəm. Gördüyünüz kimi həqiqətən əla və keyfiyyətli təmir olunub. İndi isə qarşıda hamamına keçirəm. Bax, hamamı bu cürdür. Hamamı da təmirlidir. Bax, hamamı görmək mümkündür. 8 tonluq su baseynisi, 2 tonluq su bakı var. İnsə bağçasına keçirəm. Bağçası da dedikdə, yəni ağac növ gördüyünüz kimi yoxdur. Ancaq 3 tərəfdən kubik hörgüsü olduğunu görürsünüz. Bax, baseyn budur. 8 tonluq, 2 tonluq su bakını görmək mümkündür. İnsə mən sizə evin üst hissəsini göstərirəm. Qarşıda badvalı var, təmirlidir, sementlidir, 4-ün 4-dədir. Bax, belə bir bağışlayın. Belə bir həyət evinin qiyməti 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax, hal-hazırda mən sizə deməli badvalını yenidən göstərdim. Yenidən dedikdə göstərdim. İnsə evə daxil oluram. Dediyim kimi kürsülüdür. 2 qat kubiklə hörülüb. Bax, deməli kürsülü olduğunu görmək mümkündür. 2 qat olmalıdır. Görmək mümkündür. Yəni evin içərisində olan barlarda bu cürdür. İndi deməli zalına daxil oldum. Zalın ölçüsü 8-in 4-dədir. Evdə qalmayan əşyalar bax bunlardır. Qarşıda gördüyünüz stol və stullar. Bir də ki, deməli bax bu əşyadır. Bax bunlardır. Evdə qalmır. Başqa deməli evdə hansı əşyalar görürsünüz? Yəni şəxsi əşyalardan başqa bir də ki 2 ədəd orada bir böyük bir kiçik bağlı karobka var. Onlardan başqa bütün əşyalar evdə qalır. İndi isə mətbəğini göstərirəm. Mətbəğin ölçüsü 3-ün 4-dədir. Bax, bu pəncərələr Yevrodur. Polu taxtadır, möhkəm taxtadır. Yenidən mən sizə zalını göstərirəm. Bax, belə bir həyət evinin qiyməti deməli 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə ölçüsünə görə ən böyük otağı göstərirəm. 6-nın 4-dədir. Bax, yenidən təkrar edirəm. Polu möhkəmdir. Yəni səsini eşitdiniz, səs etmir. Bax, bura deməli böyük otaqda olan əşyaları siz görürsünüz. Deməli bu həyət evi Asan xidmətin yanından gəldikdə, yəni aşağı tərəfindən gəldikdə qəsəbənin girəcəyində Almarket yerləşir. Solunda, mərkəzi yolun, asfalt yolun solunda Almarket yerləşir. Həmin Almarketə çatmamış sola döndükdə bax bu həyət evinə gəlmək mümkündür. Küçəsi genişdir, enlidir. İndi isə ikinci otağı göstərirəm. İkinci otaqda olan əşyalar görürsünüz. Əşyalar dedikdə bax nə görürsünüz? Yəni şəxsi əşyalardan başqa mebel dəstləridir, divandır. Sonra bax bu əşyalardır. Yəni bax nə var? Bunlar evdə qalır. Dediyim kimi sənədi deməli çıxarışdır. Yəni Asan xidmətdə alqı-satqı gedən sənəddir. 2005-ci ildə tikilib bu həyət evi. Ola bilsin hətta ipotekaya yararlıdır. Yenidən mən sizə zalını, eyni zamanda otaqların qapılarını göstərirəm. Qiymətin 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax belə, sizlərə uğurlar.